Bugünkü mövzumuz hansı ki adını çəkdiyimiz obsessiv kompulsiv pozuntudur. Qısa olaraq cəmiyyətdə hal-hazırda insanlar buna OKP deyə müraciət edirlər. Ümumiyyətlə bu psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Və psixiatrik xəstəliklərin nevrotik xəstəliklər, nevrotik pozuntular qrupuna daxil edilir. Yəni qısaca olaraq cəmiyyətimizdə nevrozlar adı altında hallanan bir xəstəliklər qrupuna daxildir. Yəni bu xəstəliklər zamanı psixoz müşahidə olunmur. Yəni nevrotik bir pozuntudur. Lakin psixoza keçən bir etapı da olacaq. Onun barəsində də danışacağıq. Obsessiv kompulsiv pozuntu bir xəstəlikdir. Necə ki, məsəl üçün, biz somatik xəstəliklərdən, xərçəng xəstəliyinin adı çəkiləndə qorxuruq, düşünür ki, bu ağır bir xəstəlikdir. Psixiatrik xəstəliklərdən də, psixik pozuntulardan, ruh xəstəliklərdən, şizofreniya ağır hesab edilir. Nevrotik xəstəliklərdən, nevrotik pozuntulardan isə obsessiv kompulsiv pozuntu hesab edilir. Çünki obsessiyalar, hər zaman söyləyirəm ki, insanı yoran, bezdirən, insanı həyatından küstürən bir xəstəlikdir. Çünki bu nevroz növü həm də müalicəyə çətin tabi olur. Uzun müddətli müalicə tələb edir və bu müalicənin xəstəliyin kliniki gedişatında ağırlaşma dərəcəsinə nəzərə alaraq və klinik əlamətlərin yenidən təkrarlanmaması üçün, yenidən geri qayıtmaması üçün, xəstəliyin tam sağalması üçün biz müalicəyə uzun müddət apararıq. Niyə? Həm bu 2 ilə qədər ola bilər, 2 ildən artıq da ola bilər. Müalicəni tez kəsəriksə nə baş verər? Xəstəlik əlaməti yenidən təkrarlana bilər. Bir müddət sonra yenidən təkrarlanacaq. Düzdür, müalicənin dərhal 1 ayında, 2 ayında pasiyent deyir ki, doktor, xeyli yaxşılaşmışam. Bəziləri 30-40%, bəziləri 50-70%-ə qədər irəliləyiş qeyd edirlər. Lakin müalicəni niyə sürdürürük? Çünki xəstəlik əlamətləri yenidən geri qayıtmasın, təkrarlanmasın və davamlı olsun. Yəni həyatları boyu yenidən streslə qarşılaşdıqda bu xəstəlik əlamətləri belə deyək ki, baş qaldırmasın. Yəni onları tətikləyici bir hadisə olarsa, bir stres daha yüngül reaksiya vermiş olsunlar. Yəni xəstəlik yenidən qayıtmasın. Yəni belə deyək də, indi həmin o insanları belə deyim də incitmək istəmirəm, amma yəni normal, sağlam psixoloji durumu olan insan həmin hadisədə hansı reaksiyanı verəcəksə, ən azı o reaksiyadan bir balaca yuxarı olsun. Bəli. Ki, çünki bu insan artıq xəstəlik keçirmiş bir insan hesab olunur və bəzən də bax indi artıq bizə yazırlar ki, məndə sayrışan hallar nevrozudur, eynidir, eyni diaqnozdur. Həm obsessiv kompulsiv pozuntu, həm də o sayrışan hallar nevrozu. Bu ümumiyyətlə əvvəllər buna xəstəliklərin beynəlxalq təsnifatı üzrə sarışan hallar nevrozu deyilir. Müalicəsini soruşurlar. Gözləyin, səbirli olun, doktor hamısını danışacaq. Sarışmaq sözü beyinə daxil olan həmin o düşüncələr və fikirlərin beyində fırlanması, dolaşması, beyinə o fikirlərin hopması, yapışması, qopmaması anlamına gəlir. Bu fikirlər şizofreniyadan fərqli olaraq, şizofreniyada düşüncələr və fikirlər öz düşüncələri deyil, bəzən kənardan onun beyninə yeridildiyini düşünür. Amma obsessiv kompulsiv pozuntuda şizofreniyadan fərqli olaraq bu düşüncələr və fikirlər onun beyninin təfəkkürünün öz məhsuludur və onun iradəsindən asılı olmadan onun beyninə daxil olur və bu fikirlər və düşüncələr bəzən məntiqli ola bilər, bəzən məntiqsiz ola bilər, bəzən qismən məntiqli ola bilər, bəzən keçirdiyi müəyyən travmalara bağlı ola bilərək uzaq keçmişə bağlı ola bilər, uşaqlıq travmasına, yeniyetməlik travmasına, bəzən yaxın keçmişə, hansısa bir ailə üzvünü itirib ona bağlı ola bilərək yarana bilər. Sarışan hallar nevrozu, bu adı altında dediyimiz, hal-hazırda yeni nomenklaturada obsessiv kompulsiv pozuntu deyilir. Amma DSM üzrə bəzən axtarış versələr, buna obsessiv kompulsiv pozuntu spektr, necə autistik spektr kimi. Spektr sözünün mənası şaxələnmiş, yəni çox şaxəli deməkdir, rəngarəng deməkdir. İşığın spektri. Bəli, işığın spektri kimi, bəli, müxtəliflik deməkdir, bəli Günay xanım. Və yaxud da ki, buna obsessiv kompulsiv pozuntu və yaxud da ona bağlı xəstəliklər deyilir. Mən ilk növbədə burada bəlkə də maraqlı olan və hər birimizin gizlətdiyimiz xəstəliklər var, onlardan danışacağım spektra. Ən maraqlılarından biri trixotilomaniyadır. Trixotilomaniya tibbi termindir. Cəmiyyət arasında buna saç yolma və yaxud da tük yolma, qıl qoparma xəstəliyi deyilir. Doktor, dəri yolma da aiddir buna, dəri qopartma. Bəli, onlardan da danış. Bəli, Günay xanım. Saç yolma pozuntusu nədir? Şəxs bu zaman başının tüklü nahiyəsindən oturaraq dərs oxuyur. Xüsusən yeniyetməli çağında imtahana hazırlaşan uşaqlarda müşahidə olunur. Oturaraq alın, gicgah nahiyəsindən, ənsə təpə nahiyələrindən, qoltuqaltı və qasıq nahiyələrindən bir və yaxud da bir neçə tükürüb qoparır. Bəzən atır, bəzən isə o narahatlıq hissini aradan qaldırmaq üçün
onu çeynəyərək udur. Uzun müddətli bu çeynənilmiş, udulmuş tük kütləsi mədədə toplaşanda bir bezuar əmələ gətirir. Biz buna kütlə deyirik. Bu bezuarlar uzun müddət davam edib toplandıqda artıq cərrahi əməliyyata qədər gedib çıxarıla bilər. Bəzən görə bilərsiniz ki, deyirlər filan kəsin mədəsindən tük kütləsi çıxdı. Topayla. Topayla, bəli, günah Son günlər elə sosial şəbəkələr ancaq budur. Bəli. Bir 13 yaşında qız idi. Daha sonra bir yeniyetmə idi, bir də yaşlı qadın idi. Bəli. Son günlər mənim oxuduğum mövzularda, mətnlərdə bunlar var idi. Bəli. Demək ki, onlarda da həmin xəstəlikdir. Çünki normal insan niyə olsa o qədər saçı yesin. Bu bir xəstəlikdir, tam doğru. Gəldik sizin dediyinizə Günay xanım, dəri yolma pozuntusu, buna dermatilomaniya və yaxud da ki, buna tibbi termin olaraq ekskorosiya pozuntusu deyilir. Bu nədir? Şəxs xüsusən yeniyetmə və gənclərin xəstəliyidir bu pozuntu. Bu zaman dayanır, dırnağının qıraqlarında olan ətini didir, qoparır və yaxud da ki, nə edir? Yeniyetməli çağında hormonal pozuntu ilə bağlı ola bilərək, oğlanlarda və qızlarda bədəndə və yaxud da ki, üz nahiyədə sivilcələr, sızanaqlar yaradır. Bəli. Götürür ki, barmağı ilə onu basır və yaxud da ki, hansısa bir küt və italətdən istifadə edir, onu qoparır, dərini zədəlir, nəticədə dərinin soyulması, maserasiyası baş verir. Bəzən bu pasiyentləri bizə dermatoloqlar, yəni dəri həkimləri yönləndirmiş olur. Digər bir pozuntusu kimi cəmiyyətimizdə hal-hazırda çox gündəmdə olan, çox yayılmış bir pozuntunu qeyd eləyəcəm. Bu, bədən dismorfik pozuntu, dismorfofobiya deyilir. Bu nədir Günay xanım? Xüsusən bu da yeniyetməli çağında müşahidə olunur. Şəxs dayanır güzgü qarşısında, 50-60 kilo olduğu halda özünü 100-150 kilo təsvir edir. Qız uşaqları öz burunu, çənəsi, dodağı, qulağından, ölçüsündən və onun formasından daim narazıdır. Oğlan uşaqları əzələləri, əzələ kütləli olmağını arzulayır. O, kürək əzələlərinin quruluşundan, ölçüsündən narazıdır. Məhz buna görə də bunlar dəfələrlə estetik və plastik cərrahlara müraciət edirlər. Bizə gəlmiş pasiyentlər çox gecikmiş mərhələdə müraciət edirlər. Bəlkə də bəzən eşidirik, filan kəs burnunu bir neçə dəfə estetik əməliyyat etdirdi. Bəzən görsən ki, kifayətlənə bilmir. 15 dəfə ardı-ardı bu əməliyyatları eləyənlər var. Bəli, kifayətlənə bilmir bu halından, öz görünüşündən. Ümumiyyətlə, bu obsessiv-kompulsiv pozuntunun çox çeşidli növləri var. Bunlara giriş edək. Bunlar içərisində cəmiyyət arasında, dünən belə bir pasiyentim oldu. Elə sizin verilişdə müraciət etmişdi. Və ona söylədim ki, mütləq Allah sizin köməyiniz olsun ki, bax, biz üzümüzü ağ edirsiniz. Hal-hazırda, inanın, qaynar xəttimizə o qədər mesajlar gəlir ki, mənim xilaskarım, mənim ümid işığım, o qədər xoş sözlər yazırlar pasiyentlər və mən heç unutmaram. Bizim proqramımız bir neçə ay idi ki, yayımlanırdı və siz bizim verilişin qonağı olanda bir bəy zəng vurdu. O qədər isti, o qədər gözəl sözlər söylədi. Mən həyatdan bezmişdim artıq. Amma bu xanım məni həyata qaytardı. Mən düşünürdüm ki, artıq heç vaxt düzəlməyəcəm. Çünki bəzən insanlar bilmirlər ki, o əlamətlər məhz həkim psixiatra yönəlmək üçün olan əlamətlərdir. Doktor dəfələrlə bu barədə danışıb. Gastroenteroloqa gedirlər, mədə bağırsaqlarını yoxlatdırırlar, müxtəlif müayinə proseslərindən gedirlər, MRT, bilmirəm, baş MRT-si, bədən MRT-si, dəfələrlə bunu edirlər, nəticə ala bilmirlər. Amma sən demə, elə onların yolu dəyərli Aytan xanımın qəbulundan keçməlidir ki, onlar çox gözəl də nəticə əldə etsinlər. Və ən əsası Aytan xanımı ona görə sevirəm ki, savadı ilə yanaşı müalicə üsulunu da hər zaman düzgün seçir və bu müalicə sayəsində də hər kəs şəfa tapır. Bu çox gözəldir. Bir daha təşəkkür edirəm və sevinirəm ki, siz bizim komandadasınız. Çox minnətdaram. Sizin də minnətdaram ki, sizin vasitənizlə biz cəmiyyətə məlumatlandırıcı, maarifləndirici məlumatları ötürə bilirik. Əsas məqsədimiz odur ki, faydalı olaq. Hər dəfə deyirəm ki, heç olmasa bir nəfərə belə xeyrimiz dəyirsə, nə xoş bizə. Bəli, Günay xanım. Şizoobsessiyalardan danışardım. Şizoobsessiyalar buna magik düşüncəli və yaxud da şübhəçi obsessiyalar deyilir. Bunu bəzən mənə müraciət etmiş pasiyentlər deyir ki, doktor, mənə şizofreniya diaqnozu qoydu. Deyirəm, xeyr, yanlışdır, sizdə nevrozdur. Bu obsessiya növü nədir? Xəstəliyin nevrotik səviyyədən psixotik səviyyəyə keçən, yəni obsessiyadan paranoyaya keçən bir etapıdır. Həmişə pasiyentlərə izah edirəm. Düşünün ki, bu stolun kənarıdır. Bu tərəfdə siz nevroz vəziyyətindəsiniz. Artıq bu stolun kənarından kənarda artıq psixoza keçə bilərsiniz. Yəni, bu xəstəlik irəlləşdikcə sizdə o şizofreniya təəssüratı, paranoya vəziyyətinə keçə bilər. Nə olur? Şəxs şübhələnir. Məsəl üçün, hal-hazırda biz studiyadayıq. Bir belə deyək ki, elementar misallardan göstərək ki, bu çaşqanı stolun üzərinə bir neçə dəfə qoyub götürməsəm və yaxud da ki, oturduğum bu oturacaqdan bir neçə dəfə qalxıb oturmasam,
hər saniyə kameraya baxmasam, mənə elə gələcəkdir, nəsə başıma bir pis hadisə gələcəkdir. Aha, indi əlimi qaldırmalıyam. Bəli. İndi əlimi qaldırmalıyam. Yox, bir dəfə etməli deyiləm. Bir neçə dəfə. 2, 3. Yəni təkrarlanan hərəkətlər, amma bu özümüzdən asılı olmayaraqdır. Bəzən indi bu gülməli görünə bilər ki, məsələn, amma bu bir xəstəlikdir və bu insan bunu qeyri-iradi şəkildə edir. Bəli. Artıq mən bunu hərəkət elədim, deyirəm ki, bax mən indi buradan qalxacam, ya mən bunu eləməsəm buradan yıxılacam və biabır olacam canlı efirdə. 1, 2, 3 və mən bunu etdim. Və yaxud da mən indi sol yanağımı qaşımalıyam. Aha. Qaşıdım. İndi siz sağ görürsünüz belə çəkildiyinə görə sol yanağımı qaşıdım. Yəni bu cürdür, müxtəlif hərəkətlər ola bilər. Amma təkrarlanma şərtdir də Aytan xanım. Mütləq ki, təkrarlanır, dəfələrlə təkrarlanır və Günay xanım, digər biri, məsəl üçün biz yol gedərkən görə bilirik, şəxs düşür maşından, maşının önünə baxır, arxasına baxır, əyilir altına baxır. Ona elə gəlir ki, hansısa bir heyvanı mı, insanı mı vurub o maşının altında qalıbdır. Və nəticədə bu insanların bu obsessiyaları fonunda yolda tıxac yaratmış olur. Və yaxud da ki, şəxs tualetə daxil ola bilmir, tualetdə otura bilmir. Ona elə gəlir ki, o tualetdə sidiyə və yaxud da nəcisə çıxarkən, böyük və yaxud da kiçik bayırını edərkən, onun cinsiyyət orqanları tualetdən hər hansısa bir həşərat çıxacaq, onu qopardacaq və zədələyəcək. Bu, inanın, o qədər dəhşətli mənzərədir. Ağır bir vakalardır, bu xəstələrimdən örnək edirəm. Günay xanım, onlar tualetə otura bilmir. Evdə o qədər natəmizlik bəzən yaranır ki, həmin o kağız və salafan torbalara nəcis və sidiyini edirlər. Bu ağır bir mənzərədir. Və hətta digər bir pasiyentimdən misal götürüm ki, tualetlə bağlı olaraq o öz tualetlərinə, öz ailə üzvlərindən, övladından, həyat yoldaşından başqa kənar bir şəxs, qardaşı mı, bacısı mı və yaxud da ki, qaynatası, qaynanası gəlsə, o tualetdə oturarsa, həmin o tualet mütləq şəkildə, nə deyək ona, dəyişdirilməlidir. Tamamilə, yəni. Tamamilə dəyişdirilməlidir. Unitaz çıxmalıdır. Bəli, unitaz çıxmalıdır. O yuyucu təmizlik vasitələrlə təmizlənməsinə də belə qane ola bilmir. Hətta bir pasiyentim var idi, söylürdü ki, doktor, mən onu evimi buna görə dəyişirəm, satıram və evlər dəyişməyə və hamı da bilir ki, ətrafımda mən bununla bağlı olaraq evə qonaq gəlməyini istəmirik. Bu dəhşətli bir mənzərədir, əzab verən bir mənzərədir. Digər bir obsessiya kimi Günay xanım, mən qeyd edərdim, qadındır. O pəncərə qarşısında uşağını qucağında tuta bilmir. Ona elə gəlir ki, o uşağı qucağında tutarkən yolda və yaxud da pəncərə qarşısında uşağını qucağından yerə salacaqdır. Və yaxud da ki, mətbəxdə ona elə gəlir ki, uşağı qucağında olsa götürüb o mətbəx bıçağından uşağına xəsarət yetirəcəkdir. Dəhşət. Və görün, həmin insanın həyat keyfiyyəti nə qədər aşağı düşür və onun yaxınlarının, doğmalarının həyat keyfiyyəti, ailə üzvlərinin həyat keyfiyyəti hamını bezdirir. Və onu bu adətən hansı qadınlarda görünür? Ağır hamiləlik keçirən, hamiləlik vaxtı stres keçirən, daim münaqişəli hamiləlik olan. Xüsusən də bu hamiləlikdən sonraki depressiya keçirən xanımlar. Bəli, doğumdan sonraki depressiyada tam doğrudur Günay xanım. Və yaxud da ki, hamiləlik vaxtı fiziki şiddətə məruz qalır və yaxud da gec ana olur, yəni gec uşağa sahib olan analarda görülən bir pozuntudur. Digər bir belə deyək ki, obsessiya kimi mən qeyd edərdim, qoxu obsessiyaları var. Şəxs oturduğu yerdə burnuna kül yiyir, neft yiyir, qaz yiyir, yanğın iyi gəlir. Bu nədən irəli gəlir? Vaxtilə keçirilmiş bir travmadır. Qonşuda bir yanğın oldu, bir faciə baş verdi. Qonşuda itki baş verdi, kimsə rəhmətə getdi. Bu onun beynində qabaqaltı mərkəzlərdə şüuraltı olaraq toplanıb qalır. Hər hansısa bir, məsəl üçün, əsəbləşdi evdə, həyat yoldaşından dalaşdı, uşaqların üzərinə əsəbləşdi. Yenidən bu qabaqaltı mərkəzdə artıq tətiklənir, qıcıqlanır və alovlanır, yenidən təkan verilir və şəxsin burnuna olmadan, yəni bu iyi yoxdur, yanğın iyi gəlir. Doktor, başlayır axtarmağa ki, bu iyi hardan gəlir? Bəli, gedir otaq-otaq gəzir, bayra çıxır. Ailə üzvlərinə söyləyir ki, bu nə iyi gəlir? Və yaxud da ki, haçansa bir dəm qazı ilə zəhərlənmə baş veribdir. Qonşuda ona elə gəlir ki, onun övladları zəhərlənəcək, bununla bağlı öləcəkdir. Digər bir şizobsessiya kimi mən kişilərin, ən çox qadınların yaralı yeridir müraciət eləyəndə, Günay xanım, ən çox alkoqol və narkotik maddələrdən istifadə edən kişilərdə görülür. Qısqanclıq obsessiyasından, yəni nevrozdan qısqanclıq paranoyasına, yəni şübhəyə qədər gedən bir vəziyyət yaranır. Bütün günü həyat yoldaşlarından şübhələnirlər. Güdür, izləyir. Bəli, Günay xanım, evdən bayra çıxdı və yaxud da ki, yoldaşı güldü, deyir, nəyə gülürsən? Kimə gülürsən? Kimə baxdın gül elədin? Və yaxud da kimə göz qaşı elədin orada sən? İşığı yandırdın, söndürdün, kimə işarə eləyirsən? Kimə işarə elədin? Və yaxud da orada kiməsə sən göz qaşı elədin. Halbuki, xüsusən də onlar yoldaşlarını özlərindən çox-çox kiçik, az yaşlı, gənc yeniyetmələrə qısqanırlar. Və yaxud da ki, evdən bayra çıxarkən qapının üzərinə sərilmiş həmin o qapı önü üçün olan tənzifi simmetriyanı elə qoyur ki, birdən tərpənsə bu elə bilsin ki,
Evə Kimsə hansısa kişini gəlir. dəvət eləyib, bəli. Və ya da hamamda sabunun üzərində, divarda hansısa bir tükü gördükdə bu kişi tükünün olduğunu düşünür. Qab-qacaqları elə tənzimləyir ki, mən stəkanı belə qoymuşam. Bu tərpənsə, deməli bu evə hansısa kişini dəvət eləyib. Pərdəyə mismar və ya da iynə batırır. Ona elə gəlir ki, pərdə çəkildi. Onun yoldaşı kimlənsə münasibətə girdi, başladı danışmağa, tanış oldu. Elə bir pasiyent var idi ki, o yatarkən yastığının altına balta və bıçaq qoyardı. Bunu niyə? O artıq o qədər şübhələnirdi ki, ona elə gəlirdi ki, onun yoldaşı qonşu ilə ona xəyanət eləyir. Onunla cinsi əlaqədə olur. Bu dəhşətli, inanın ki, mənzərədir. Digər bir obsessiya kimi, növü kimi mən... Amma bu insanları biz, düzdür, bir cəmiyyət olaraq qınaya bilərik, bilmədən ki, bu insan xəstədir. Amma onların özündən asılı olmadan baş verir. Bəli. Bu artıq bir xəstəlikdir. Onlar da digər xəstəliklər kimi artıq xəstəlik keçirmiş hesab olunurlar. Sadəcə ailə üzvlərinin əsas vəzifəsi odur ki, yaxınlarının, doğmalarının, bilmirəm, valideynləri varsa valideynlərinin ki, həmin insanların o əlamətləri görərkən birbaşa həkim psixiatra gətirsinlər. Yubadırlar Günay xanım, çox yubanır. Mən nəyə görə örnəklərlə zəngin... Biraz o insanları götürüb gəlməkdə çətin olur. Bilirsiniz, bəzən özləri onların xəstə olduqlarını, bəli, deyim onları Günay xanım, xəstə olduqlarının fərqinə bəzən varmırlar. Bəzən biz psixiatrlara qarşı stigmatizasiya olur. Deyir, əşi, qoy aparım nevroloqa, nevropatoloq deyirlər el arasında və yaxud da ki, bir can həkiminə aparım, bir-iki dənə yüngül bitkisel dərman yazsın, sakitləşər. Xeyr, bu halda xəstəlik daha da dərinləşir, xronikləşir, ağırlaşır. Bizə müraciət olunanda xəstə deyir ki, doktor, mənə effekt ver, garanti verirsiniz. Ən heç sevmədiyim söz odur. Garanti ver, mənə zəmanət ver. Hər zaman dediyim bir cümlə var. Deyirəm, bax, qapı bu qapıdır. Mən qapıdan ayağımı atanda belə, özümə belə zəmanət verə bilmərəm. Amma xəstəliyimizin müalicəsində ilk aylardan belə çox böyük effekt əldə eləyirlər. Hətta yanıma gələn pasiyentlər zaten xronikləşmiş bir formada gəlirlər. Obsessiv kompulsiv pozuntuda indi bizim bəlkə də izləyənlər varsa qoşula bilərlər bizim pasiyentlərdən. Yazanlar çoxdur, sual verənlər var. Digər bir obsessiya kimi Günay xanım, mən zəngin olaraq burada misallar gətirəcəm ki... Doktor, bu evdən çıxanda qapını yoxlayanlar haqqında da danışın. Gəlin onlardan danışaq. Kontrol obsessiyaları və yaxud da buna yoxlama obsessiyası deyirlər. Bu şəxslər evlərindən işə gedərkən və yaxud da işlərindən evə gedərkən və yaxud da harasa gedərkən evdən bayıra çıxana qədər uzun müddətli zaman itirirlər. Nə edirlər? Qapını bağladım mı, bağlamadım mı? Dəfələrlə qapının dəstəyini yoxlayırlar. Hətta bu adamlar bir neçə aydan bir, həftədən bir qapının dəstəyini dəyişməli olurlar. Sınıb düşür dəstək. Və yaxud da ki, şəxs qazı bağladım mı, bağlamadım mı? Qazın qarşısında dayanır, qazın açarlarının istiqamətinə. Qulağını aşağı endirərək oradan səsin gəlib gəlməməsinə, tısıltı gələr, birdən iyi gələr. Əllərini toxundururlar, oranın isti olub olmamasını yoxlayarlar. Elektrik çayniki varsa görəsən onu çıxardım mı, çıxarmadım mı? Digər bir pasiyentim var idi ki, ağır bir pozuntuydu. Şəxs telefonun adapteri deyək də, şarj alətinin dəfələrlə salıb çıxarır, ona elə gəlir ki, görəsən bu artıq belə deyək, zaryadka toplayır, toplamır və onu o qədər salıb çıxarır ki, pasiyent çuşunu itirərək tərləyir və yıxılır. Və yaxud da ki, bir digər kontrol kimi şəxs hansısa bir əşyasını evdə görəsən qoyduğumuz çantasına və yaxud qoymadı mı, dəfələrlə bunu təkrarlamış olur. İşığı söndürdüm mü, söndürmədi mi, ütünü çıxardım mı, çıxarmadım deyə düşüncələr yaranır. Digər bir maraqlı obsessiya kimi təmizlik obsessiyaları vardır. Adətən bizə bu qadınların xəstəliyidir. Kişilər müraciət eləyəndə deyir ki, doktor, mən əzab çəkirəm. Təmizlik obsessiyaları buna cəmiyyət arasında vasvasalıq, sofuluq, kirlənmə, yoluxma obsessiyaları deyilir. Mikroblardan qorxma. Şəxs, bəli Günay xanım, hər yerin çirkli, kirli olduğunu düşünür, hər hansısa bir ağır infeksiyon xəstəliyə yoluxduğunu, mikroba yoluxduğunu və yaxud da ki, əlini harasa vurarsa, onu elə gəlir ki, onkoloji xəstə olacaq, xərçəng olacaq deyə düşüncələr yaranır. Əlcə ilə gəzirlər çox zamanda belə insanlar. Var bunu ağır yaşayan insanlar. Bəzən onlara kənardan söyləyəndə ki, bu artıq xəstəlik halındadır. Düzdür, acıqlarına gəlir, çünki bunu qəbul etmək istəmirlər. Bəzən əlcək tapmayanda Günay xanım, corab geyinirlər evdə. Salfetlərdən istifadə edirlər. Torba və yaxud da kağız, polietilen torbalar hansı ki, bir dəfəlik onunla götürürlər. Onlar ictimai yerlərdə əllərini tutacaqlardan, dəstəklərdən birbaşa tutmazlar. Və bunlar dirsək vasitəsilə istifadə edərlər və yaxud da ki, nə edirlər? Distal falanqa, yəni barmağımızın distal bu uç hissəsidir də, buradan deyil, yəni proksimal falanqadan bu şəkildə əyərək barmaqlarını istifadə edərlər və bu insanların biz əllərinə baxdıqda əllərini o qədər gün ərzində dəfələrlə vanna otağında vaxt keçirərək yuvarlar ki,
2-3 sabun, litrlərlə spirt istifadə edərlər. Əlləri bu dirsək nahiyədən əlcək formada, əlcək simptomu yaranar. Sanki o unu əlini batırıb çıxarmış qadının əlləri necə avazıyar, bozarar, belə deyək, ağarar. O formada bir mənzərə yaranmış olar. Əslində çox maraqlı mövzudur və eyni zamanda da çox ağır mövzudur. Bəzən də elə məqamlar oldu ki, bunlar kimdəsə üzündə təbəssüm yarada bilər, amma bunu yaşayan insanlar nə qədər ağır həyat keçirir, həyat keyfiyyəti nə qədər aşağı düşür və bu xəstənin yaxınları hansı hala düşür, bunu yalnız bu ailələr anlayar və elə mən hər kəsə səslənmək istəyirəm. Əgər bu tip əlamətlər müşahidə edirsinizsə, dəyərli Aytən xanıma müraciət eləyə bilərsiniz. Həkim psixiatrımızla əlaqə nömrəsi 050 377 54 22 099 377 54 22. Mövzumuz bitmədi, davam edəcək. Elə sizin suallar da qısa aradan sonra səslənəcək. Canı sağlam, ruhu güclü izləyicilərimiz, hər kəs salamlayıram. Maşallah, çox aktivsiz. Azərbaycanın hər bir bölgəsindən, dünyanın hər bir yerindən bizi izləyirsiniz. Adətən bu belə mesajları oxumuram, amma bəzən də izləyicilərimiz sonra gileylənirlər ki, biz bu cür xoş sözlər yazırıq, niyə oxumursunuz? Bax, elə biri gəldiğində onu oxuyacağam. Ən son yazılanı 0320 nömrəli abunəçi yazır. Salam, sizin daimi izləyiciniz Rızaev Vaqifdir. Təşəkkürlər. Bugünkü mövzularda da maraqlısınız, həqiqətən də baxılırsınız. Təşəkkürlər, var olun, hər zaman uğurlarınız bol olsun, amin inşallah. Çox təşəkkür edirəm xoş sözləriniz üçün. Adətən bu fikirləri səsləndirməkdən çəkinirəm. Niyə? Həm vaxtımız məhduddur, daha çox faydalı olmağa çalışıram. Ona görə mən belə mesajları oxumayanda məni də başa düşün, qınamayın. Çünki istəyirik ki, hər saniyədə sizə faydalı olaq. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram və qeyd edim. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır. Dəyərli həkimimizlə əlaqə 050 377 54 22 099 377 54 22 və elə bu qısa fasilədə də çox suallar gəldi. Eyni zamanda dediyim kimi bugün TikTok canlı yayımımızda problem yarandığına görə Zaur altdan xət Günay Instagram səhifəsindən canlı yayımı açdım ki, heç olmasa oradan suallarınızı yazıb göndərə bilərsiniz. Maşallah olsun, orada da yüzlərlə insan hal-hazırda bizi izləyir və sualı yazır. Qısa fasilədə də doktorumuz sualları cavablandırdı, minnətdaram ona və təbii ki, siz də yenə qoşulub suallarınızı yaza bilərsiniz. 1173 nömrəli abunəçinin qaynar xəttimizə yazdığı sualla davam etmək istəyirəm. Salam Günay xanım, mənim Aytən xanıma sualım var. Yoldaşım zəlzələdən sonra bina evinə girə bilmir. Zəlzələdən sonra ancaq xəstə olduğunu, təzyiqini tez-tez ölçür gün ərzində, bir neçə dəfə baş verir bu. Bu haqda məlumat verərdi zəhmət olmasa. Çox maraqlı bir sualdır Günay xanım. Salamlayıram həmin izləyicini. 1173. Diqqətinə görə ki, bizə suallar da ünvanlayır. Diqqəti bizdə olsun. Burada nədən gedir söhbət? Əgər ki, sizin yoldaşınızda bu hal varsa, deməli bu psixogen bir travmanın nəticəsidir. Bayaq qeyd etdiyim kimi, həmin bu düşüncələr və fikirlər beyində qabıqaltı mərkəzlərdə toplanıb qalır. Bu daim gün ərzində onu müşahidə eləyir. Əsəbləşdikdə, nəsə baş verdikdə yenidən o hallar baş verir. Şəxs dəfələrlə təzyiqini ölçür, narahat olduğunu düşünür. Adətən bu həm obsessiv kompulsiv pozuntu, həm də panik ataka daxil olur. Niyə? Obsessiv kompulsiv pozuntunun elə yeri gəlmişkən deyim, bir sıra xəstəliklərlə yanaşı görülə bilər. Həm panik atak, panik pozuntu, həm həyəcan təşviş pozuntusu, anksiyete, tik pozuntusu, Tourette sindromu, həmçinin autizm, yəni autistik spektr pozuntusu zamanı görülən, təkrarlanan davranışlar, rituallar, kompulsiyalar müşahidə oluna bilər. Yəni bunlar bəzən qarışdırıla bilər və yaxud da ki, bəzən bizdə diaqnozu bir diaqnozla təyin edib başa gəlmək olmur. Qarışıq bir simptomatika yaranır pasiyentdə. Bax, bu xanımın həyat yoldaşı haqqında dediklərində burada da bir artıq xəstəlik görünür. Tam xəstəlikdir və əgər mən hər zaman söyləyirəm. En azı xanım artıq o əlamətləri qeyd edir. Günay xanım, buradan çıxarış eləyim ki, bəzən deyirlər, filan kəsin beyninə qan sızdı və yaxud da filan kəs insult keçirdi, infarkt oldu. Dərhal nə sual verirlər? Nəyə əsəbləşmişdin? Hər bir xəstəliyin patogenetik olaraq başlanmasında stres faktoru önəmlidir. Stres faktoru həmin bu xəstəliyə təkan verir, qıcıqlandırır, orqanizmdə bütün bu sistemlər, simpatik və parasimpatik sinir sisteminin fəaliyyəti işə düşür və bütün xəstəliklər üçün istər nevroloji, istər onkoloji, istər kardioloji, terapevtik, mədə xorası, qıcıqlanmış bağırsaq sindromu adı altında terapevtlərin müalicə etdikləri, kardioloqların kardionevroz, ürək nevrozu, ürəyin irritabl sindromu kimi adlandırdığı, bəzən nevropatoloqlar nevroz deyə danışırlar efirlərdə, amma əslində bu psixiatrik bir pozuntudur, panik atak psixiatrik bir pozuntudur. Bunların hər biri psixiatr müalicə etdiyi xəstəliklərdir. Siz əksinə gec müraciət edərək xəstəliyiniz dərinləşir, ağırlaşır.
həmişə pasiyent deyir, doktor dinlədim ki, 1-2 dərmanda da çəkirsiniz. Doğrudan bir dərman yazırmışsınız. Bəli, 1 və yaxud da 2 dərmanla sizin xəstəliyiniz xəstəliyin ağırlığına uyğun olaraq bir neçə ay ərzində. Əgər ilkin etapda müraciət edirsinizsə 6-8 aya. Ən belə deyək, ağırlaşmış xəstəliklər varsa 2 il, 3 il, bəzən ruhi xəstəliklər var ki, uzun müddətə müalicədə effekt görürük, remisiya əldə edə bilirik. Bəzən deyirlər, filan kəsin qızı ruhi xəstəliyi düzəlməyəcək. Yox, düzələcəkdir. Remisiya elə nisbi sakitlik dövrü deməkdir. Doktor, şizofreniyanı da buraya eləyə bilərik. Bəli, şizofreniyalı müalicə olan pasiyentlərim var. Qadınlar, qızlar ərə gedib, uşaq dünyaya gətirib, kişilər evlənibdir, uşaq sahibi olublar. Yəni burada hər hansısa bir, yəni bəzən cəmiyyət arasında o qədər stigmatizasiya, qınaq əfsanələr var da ki, yəni bu xəstəliklər heç vaxt müalicə olunmur. Və hətta deyirlər, doktor ərə gedə bilər, evlənə bilər. Biz necə eləyək? Uşaq sahibi ola bilər. Uşaq sahibi də ola bilər, evlənə də bilər. Hansı halda? Həkim psixiatrın nəzarəti altında. Və dərmanı öz başına kəsməsə. Öz başına kəsməmək şərti ilə sağlam uşaqlarımız var ki, vallahi yanıma gəlirlər, uşaqları gətirirlər, maşallah. Digər ailələrdən doğulan uşaqlarda da qaqqa sağlam olurlar. İllərdir bizim zehnimizdə, beynimizdə belə bir fikirlər var. Deməyəcəm ki, mən də eşitməmişəm. Yəni deyirlər ki, filan kəsin oğlu şizofreniya xəstəliyinə tutulub, ondan düzəlməz, yəni düzəlməz. Amma vaxtında müalicə olunarsa, doğru müalicə olunarsa, bir peşəkara müraciət edərsə, çox gözəl nəticələr əldə etapında da Günay xanım nəzarət eləyirik ki, hansı dərman qrupunu hansı dozada verməliyik. Yəni bu hamiləlik üçün nəzarət və təhlükədir. Hər bir və yaxud da ixtisası olmayan həkimsə deyəcək filan dərman üçün bu belə deyildi. Elə bir antidepressant qrupu var ki, bu hamiləlik etapında verilə bilər. Eləsi var, verilə bilməz. Yəni uşağa ziyan vurmadan. Ziyan ola bilər. Bəli, teratogen, yəni təsir görə bilər. Bəli, onu nəzərə alırıq. Obsessiyalara dönək ki, Günay xanım, burada maraqlı yerlərini danışacağım. Çox maraqlıdır. Mövzu əslində çox maraqlıdır. Hətta komanda üzvlərimiz də çox diqqətli izləyirlər, operatorlarımız da çox diqqətli izləyirlər. Obsessiv-kompulsiv pozuntudan danışırıq. Sayrışan hallar nevrozu, bəziləriniz belə söylüyorsunuz. Çox sayda suallar var, amma doktor dinləyərək biz o sualların bir çoxuna cavab tapmış olarıq. Demək olar ki, çox şaxəlidir. Doktor bayaq da dediyi kimi spektr yəni çox böyükdür və növbətisini eşidək sizdən. Ən maraqlısı, diqqətləri bizdə olsun, cinsi obsessiyalardan danışardım. Cinsi obsessiyalar, onlar o obsessiyaları hər kəsdən gizlədir. Pasiyentlərdən bir örnək gətirəcəm. Şəxs kişidir və yaxud da qadındır, homoseksual olmasından qorxar. Və yaxud da ki, şəxs, ən dəhşətlisini deyəcəm ki, biz həqiqətən dəhşət deyirəm, Günay xanım, bu şəxslər o qədər əzab istirab keçirir. Yanımda müayinəyə gəldikdə belə qarşı-qarşıya otururuq, fikirlərini düzgün ifadə bilmirlər. Bu cinsi obsessiyalar zamanı şəxs kişidirsə, öz anasına, bacısına, xüsusən öz yaxın ailə üzvlərinə qarşı, əgər kişi evlənibsə, qız övladı varsa, öz qız övladına qarşı, qadındırsa, öz atasına, qardaşına, evlənibsə öz oğlan övladına qarşı, onun iradəsindən asılı olmadan, onun təfəkkürünün öz məhsuludur, amma onun özündən asılı olmadan beyninə cinsi, onlara qarşı bir həvəs, maraq yaranır. Fikirlər yaranır. Bu dəhşətli bir mənzərədir. Bu şəxslər nə deyirlər? Doktor, mən əzab istirab çəkirəm. Özdə Günay xanım çox maraqlıdır ki, bunu nə yaxın ailə üzvləri ilə, nə qohumları, nə rəfiqələri, nə dostları ilə bölüşə bilmirlər. Müayinəyə gələndə də ilkin müayinə etapında bəzən utanırlar bunu həkimə deməyə. Bir neçənci müayinədə deyirlər, doktor, bunu mən heç kəsə deyə bilmirəm. Mən öz ailə üzvlərimlə eyni stol arxasında, qonaqlıqlarda, ad günlərində, toylarda otura bilmirəm. Dərhal onlarla həmin bu cinsi səhnə gözümün qabağına gəlir. Elə bilirəm, onlarla cinsi əlaqəyə girə biləcəm. Bu dəhşətli bir mənzərədir, utanc keçirirlər. Hətta bu düşüncələr fonunda intihar girişimləri ola bilir. Burada diqqətli olsunlar, ailə üzvlərində. Əgər kimdəsə bəzən açıqlayıb deyə bilirlər, bəzən açıqlayıb deyə bilmirlər. Digər bir obsessiya növü kimi. Doktor, onlar özləri müraciət eləyirlər həkimə. Bəli, bəzən tək müraciət eləyirlər, Günay xanım. Özdə maraqlı burasındadır ki, onların gözünün qabağında bu səhnə. Yəni bunu səhv deyə anlayırlar. Anlayırlar, amma yenə də qeyri-iradi olaraq bu fikirlər beyinlərinə gəlir. Adətən bu pasientlər bunu heç vaxt eləməz. Kiməsə cinsi marağı olsa da belə öz düşüncəsindən asılı olmayaraq bunu addımı atmaz. Sadəcə olaraq bu təhrif olunmuş, belə deyək, düşüncə və fikirlərdir. Elə bunlara əzab istirab verən də budur. Digər bir obsessiya növü kimi, mən burada birini də qeyd eləyərdim. Pasiyentimdir, yanıma müraciət eləyibdir, artıq bir neçə ildir ailə həyatı qurubdur, öz həyat yoldaşından cinsi əlaqəyə girmir. Qaynanası götürüb yanıma gəlir. Ay doktor, nəsə bunların münasibətləri soyuqdur, evdə dava qırğınlar olur. Yəni burada biz bildiyimiz kimi ailə münasibətinin müəyyən müddət, uzun müddətli sürməsi üçün cinsi münasibətin olması vacibdir. Bu normal fizioloji bir haldır.
Şəxs həyat yoldaşından cinsi əlaqəyə girmir. Niyə Günay xanım? O düşünür ki, onun balaca, az yaşlı kiçik qız övladı həmin otaqda onlarla bir yerdə gecələyir. O həyat yoldaşından cinsi əlaqəyə girsə, həyat yoldaşının belə də sperması otaq boyu yayılacaq, onun övladının yatağına bulaşacaq və qız övladının vaginasına düşərək qız övladı hamilə qalacaq. Bu dəhşətli bir mənzərədir. O qədər əzab istirab keçirirlər. Və yaxud da ki, şəxs qadındır, ailə həyatı qurubdur. Amma necə qurubdur? Onun atası rəhmətə gedibdir və bunun bir ailə başçısı kimi onun qardaşı bunun ailə həyatı qurmağına narazı olubdur. Bu ailə həyatı qardaşı narazı olduğuna görə bunu kompensasiya eləmək üçün Günay xanım öz həyat yoldaşından cinsi əlaqəyə girmir. Sadaladığım bu klinik əlamətlər cinsi obsessiyaların müxtəlif şəkildə verdiyi misallardır. Bu misallar çoxdur, bu dəqiqə xatırladıqlarımı deyə bilirəm. Keçək digər obsessiyalar. Digər obsessiya kimi Günay xanım, mən burada simmetriya obsessiyasını qeyd edərdim. Şəxs öz iş otağında, öz evində, otağında təmizləyici insanların otağa daxil olmasını sevməzlər. Niyə? O düşünür ki, həmin otaqda hər şey nizamlı, ölçüsünə qədər eyni ölçüdə olmalıdır və yaxud da ki, rəng uyğunluğu olmalıdır. Göy rənglər bir tərəfdə, yaşıl rənglər bir tərəfdə olmalıdır və bu, əgər bu formada düzülməsə, onlara narahatçılıq verər və dəfələrlə onların stolunun üzərində hansısa bir şeyi toxunarsınızsa, bunlar üçün bu dəhşətli mənzərədir. Yəni, nəyi necə yerləşdiriblərsə, o qaydada elə də olmalıdır. Bəli. Bizdə rejissorumuz bəlkə Aygün xanım buradan gülümsüyür. Keçən və otaqda çəkiliş gedəndə deyirəm ki, sonra əşyanın yerini tapa bilməyəcəm ha. Yəni bu da obsessiya deyil. Bu obsessiya deyil. Hardasa əşyanın yerini istədiyimiz şəkildə tapmaya bilərik. Bu da bir narahatçılıq yarada bilər. Yəni burada bu pozuntu ilə bu sadaladıqlarınız arasında, yəni adi stres və yaxud indi insanlar var da, təmizlik xəstələri belə deyək də, həssaslığı deyək, xəstəliyi deməyək. Bax bu pozuntu ilə adi stres və ya təmizlik həssaslığı arasında fərqi biz necə duyaq ki, biz o xəttin bu tərəfindəyik, hələ yaxşıdır vəziyyət, bu bir həssaslıqdır. Xəttin bu tərəfindəyik, artıq bu xəstəliyə doğru alovlana gedir. Günay xanım, deməli bu pozuntu, qeyd etdiyimiz pozuntu, əgər bizim belə deyək ki, o bir müddət davam eləyir, artıq bu düşüncələr və fikirlər aradan qaldırmaq üçün bədəndə narahatlıq, gərginlik, həyəcan, təşviş, təlaş, tədirginlik yaranır. Bunları aradan qaldırmaq üçün şəxs bayaq qeyd etdiyiniz kimi başlayır yenidən dəfələrlə təkrarlanan davranışlara və hərəkətlərə. Bu təkrarlanan davranış və hərəkətlərə kompulsiyalar deyirik. O qədər təkrarlanır ki, artıq pozuntuya keçir. Hansı halda pozuntu deyirik? O halda ki, o bizim rutin həyatımızı pozur, funksionallığımızı azaldır, işimizi işləyə bilmirik, əmək qabiliyyətimiz aşağı düşür, akademik bacarıqlarımız aşağı düşür, anlama, qavrama, yadda saxlama problemləri yaratmış olur. Artıq bu halda xəstəlik deyirik. Və hansı halda bu xəstəlik dərinləşir? Xəstəlik dərinləşdikcə nə baş verir? Bu obsessiyalar fonunda. O qədər bu obsessiyalar, düşüncələr və fikirlər onu gün ərzində narahat edir ki, gecə yuxusunda belə pozuntu yaradır. Şəxs gecə yuxusuna keçməkdə çətinlik çəkir. Gecə yuxusuna keçdikdə belə yuxudan dəhşətli bir mənzərələ oyanır. O obsessiyalar yenidən onun beyninə gəlir, beynində dolaşır. Doktor, bu qarabasma şəklində olur, sadəcə yoxsa fikirlər beynində dolanır, eyni təkrar-təkrar? Olur, qarabasmalar olduqda artıq bu digər bir pozuntuya keçmiş olur və bu narahat gecə yuxu fonunda səhər yatağından qalxdıqda əzginlik olur, müəyyən müddətdən sonra cinsi həvəssizlik, cinsi maraq aşağı düşür, erkən boşalma, tez boşalma yaranır kişilərdə, qidalanması pozulur, az qidalanmağa başlayır, iyrənir, çünki ona elə gəlir ki, yemək, məsəl üçün, çirkli qabda qoyulubdur, restoranlarda yeməkdən belə və ya qonaq getdikdə yeyə bilmirlər. Yeməyini yalnız özü ilə daşıyır. Özü ilə daşıyır. Mənim elə bir pasiyentim vardı, xüsusi onun qidalandığı yeməklər var ki, öz çantasından yeməyini çıxararaq həmin yerdə qidalanmağa başlayır və artıq bu halda bu pozuntuya keçir. Digər bir obsessiya kimi mən sayma obsessiyalarını qeyd edərdim. Bu nədir, doktor? Şəxs pəncərə qarşısında dayanır, binaların mərtəbələrini sayır. Məsəl üçün, saydım 13 mərtəbədir, saydım 20 mərtəbədir və yaxud da ki, balkonların, yəni pəncərələrin rənglərinin uyumluluğuna nəzər yetirir. Şəxs yolda dayanarkən maşınların arxasınca qaçır. Maşının nömrəsini əzbərləyir. Yox, bunu unutdum. Əgər bunu mən baxıb əzbərləməsəm, mənim başıma pis bir hadisə gələcəkdir. Və yaxud da ki, şəxs digər bir sayma kimi evdə kitabların rənglərini saya bilər. Rəqəmlərin tək və cüt olduğunu
Məsəl üçün, bugün həftənin tək günüdür və yaxud da ayın cüt günüdür. Bu günü mən bu şeyi etməsəm, mənim başıma pis bir hadisə gələcək. Mənim düşərli rəqəmim plan rəqəmdir. Məsəl üçün, 13 rəqəmi nəs rəqəmdir deyə öz beynində bunu... Yəni, vacib hadisələri də həmin o günlərə saxlayır. Bəli, vacib hadisələri həmin günlərə sayır. O düşünür ki, həmin gün, həmin hadisə olmasa mənim başıma bədbəxt bir hadisə gələcəkdir. Mən burada bir də nəyə qeyd etmək istəyərdim? Obsessiv kompulsiv pozuntu ümumiyyətlə necə yaranır? Obsessiv kompulsiv pozuntu zamanı beyində hansı neyrokimyəvi və neyrofizioloji dəyişiklik gedər? Bu necə yaranır ümumiyyətlə? Bu xəstəlik zamanı beynin ön bölgəsinə, ön payına qan axını sürətlənir. Və nəticədə alın payının, yəni frontal lob deyilik tibbi termin olaraq, bunların funksiyası pozulur. Nəticədə nə baş verir? Alın payına biz qərar vermə bölgəsi deyirik. Şəxsin qərar vermə, planlama, idarə etmə, duyğu, düşüncə, davranışların, diqqətin sürdürülməsi, ətraf mühitə adaptasiya olunma, konsentrasiya olunma pozulur. Şəxsin ümumiyyətlə diqqət problemi yaranır. Ümumiyyətlə biz bilirik ki, normada hər birimizdə həyəcan hissi qədərində olmalıdır. Həyəcan hissinin normal olması bizim diqqətimizin belə deyək ki, sürdürülməsində, davam etdirilməsində köməklik göstərir. Həyəcan hissi normadan artıq olduqda, məsəl üçün, mən bu verilişlə bağlı olaraq müəyyən qədər məsuliyyət hissi olaraq həyəcanlana bilərəm. Əgər bu həyəcan hissi mənim bu verilişdən çıxdıqdan sonra belə davam edirsə, artıq bu halda məndə diqqət dağınıqlığı, diqqət çatışmazlığı yaranar. Nəticədə diqqət defisiti yaranmış ola bilər. Nəticə etibarilə bu halda şəxsdə akademik bacarıqları aşağı düşür, anlama, qavrama, yadda saxlama problemləri yaranır. Bu sadaladığım klinik əlamətlər sürətləndikcə bədəndə əsmə, tərləmə, titrəmə, soyuma, üşütmə, istilik basma, bir də görürsünüz filan kəs deyir, ay Allah, havam çatmır, istidir mənə. Temperaturanın qalxması, yuxarı və aşağı ətraflarda ən çox eşitdiyimiz hissiyat pozulması. Deyir doktor, əlim ayağım keyir, uyuşur. Vaxt əlim bax bu formada qalmış olur. İynə batırılır elə bil bədənimə, qarışqa gəzir bədənimdə deyə hissiyatlar yaranır. Bu hallar yaşayan pasiyentlərin üz ifadəsi dəyişir. Üzü bir vahiməli bir baxış alır, alnı qırışır, ağız bucağı aşağıya doğru enir, göz bəbəkləri genişlənir, göz alması bərəlir, rəngi avazıyır, yanağı qızarır. Şəxs həyəcanlanmağa başlayır və bu həyəcan, təşviş irəlilədikcə şəxsin daha doğrusu narahatlığı daha da artmış olur. Artıq ondan sonra o ürək problemləri, mədə-bağırsaq problemlərinə, endokrinoloji problemlərə də təkan vermiş olur. Doktor, bax bu dedikləriniz, bayaqdan sadaladıqlarınız bu pozuntular, obsessiv kompulsiv pozuntu, əgər müalicə edilməzsə, vaxtında həkimə müraciət edilməzsə, xroniki hal ala bilərmi? Bəli, Günay xanım, xroniki hal alır, fəsadlaşır, hətta digər xəstəlikləri yanına, belə deyək ki, yanaşı olaraq görülür. Xüsusilə burada qeyd edərdim, obsessiv kompulsiv pozuntu ağırlaşanda depressiyaya yol açır. Bu zaman şəxsin əhval-ruhiyyəsi aşağı düşür, maraq dairəsi enir. Şəxsin əvvəllər maraq göstərdiyi işlərinə marağı olmur, alış-verişə marağı olmur, heç nədən zövq almır, yeməyin dadı tamı, həmişə xoşladığı yemək ağzında dada bilmir. Şəxs özünə qapanır. Biz buna anihedoniya deyirik. Enerji potensialı enir. Şəxs oturduğu bu stoldan, divandan və ya yatağından qalxıb 2 addım, 3 addım o tərəfə ata bilmir. Biz buna evolyusiya deyirik. Ağırlaşdıqca nə deyir doktor bizə, Günay xanım bizə? Doktor, mən həyatdan bezmişəm, yorulmuşam, artıq yaşamaq belə istəmirəm. Ölüb qurtarsaydım canım dincələrdi. Adətən bu şəxslər o qədər özlərini yorur, bezdirir. Ətraf mühitlə, iş yoldaşları ilə, ailə üzvləri ilə də münasibətləri pozulur, ünsiyyətləri pozulur. Hər kəs onlardan bezir. Ayşə, filan kəs gələcək, girəcək içəri. Yenə başlayacaq takıntıları yaranmağa deyirlər. Filan şey deyəcək ki, bunu belə niyə yudun, filan şeyi niyə belə qoydun. Artıq ətraf mühiti belə, insanlar belə ondan üz döndərir və belə deyək, ondan uzaqlaşmış olurlar. Bu da bir xəstəlik, insan üçün psixoloji bir travmadır. Bəli, və həddindən artıq çox sual var. Mən bacardığım qədər sualları səsləndirdim. Doktorumuz da sağ olsun, o qədər geniş danışır mövzunu, o qədər incəliklərdən toxunur ki, demək olar ki, sual verən izləyicilərimizin sualları da cavablanır. Çox diqqətlə izləsəz, çox diqqətlə dinləsəz, təbii ki, öz sualınıza cavab da tapmış olacaqsınız və əsas məsələ müalicə. Bəli. Doktor, müalicə hansı istiqamətlərdə aparılır, necə aparılır, hansı, yəni dərmandır, psixoterapiyadır, yoxsa hər ikisinin birləşməsidir? Bu barədə çox soruşurlar, məlumat verərdiniz. Ən maraqlı məqamdır ki, hər kəs müalicənin gözləyir ki, görəsən müalicədə nədən ümumiyyətlə, müalicə varmı? Bəzən belə düşüncələr olur ki, bunlar müalicə olunmur, amma var. Bəli, Günay xanım.
obsessiv kompulsiv pozuntu tam müalicə olunan, tam sağlam bir xəstəlikdir. Bəzən deyirlər, doktor, mən bundan qurtula bilərəm. Bəli, qurtula bilərsiniz. Lakin burada nəyə nəzər yetirməli lazımdır? Digər nevrotik xəstəliklərdən, digər nevrotik pozuntulardan, panik atakdan, həyəcan təşviş pozuntusundan, bəzi depressiyalardan fərqli olaraq daha çətin müalicəyə tabi olur. Müalicə müddəti daha uzun çəkir. Çünki bu xəstəlik təkrarlanmağa, bəzən yenidən geri qayıtmağa meyillidir. Tam sağalması üçün Günay xanım bəzən 2 ilə yaxın, bəzən 2 ildən artıq müalicə edə bilirik. Bizə müraciət etmiş pasiyentlər o qədər xronikləşmiş, ağırlaşmış olur ki, adətən burada ilkin etapda psixoterapiya ilə, yəni psixoterapiya dedikdə biz söhbət belə deyək, bildiyimiz söhbət deyil, yəni üsulları var, kognitiv davranış terapiyalarından istifadə edə bilər. Psixiatrla söhbətdən. Bəli, digər farmakoterapiyadır, yəni dərman müalicəsidir. Dərman müalicəsində burada nəyə nəzər yetirmək lazımdır? Qızıl standart var. İlk növbədə birinci düzgün təyin edilmiş diaqnoz. Görəsən bu həqiqətən də obsessiv kompulsiv pozuntudur. Çünki çox qarışıq, çox oxşar xüsusiyyətlər var. Bəlkə burada şizofreniyadır, bəlkə burada depressiyadır, bəlkə burada panik atakdır. Yəni düzgün təyin edilmiş diaqnoz, düzgün təyin edilmiş dərman preparatı, həmin dərman preparatının dozalanmasını, ən önəmli məqam, bəli, terapevtik dozaya qədər, yetərli dozaya qədər vermək və üçüncü isə təyin etdiyimiz həmin bu müalicənin müddəti, effektiv müddəti, dərmanı tez kəsməməliyik, dərmanı xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq təyin etməliyik və digər bir tərəfdən onu qeyd edərdim. Obsessiv kompulsiv pozuntulu olan pasiyentlər dərmanlar haqqında məlumat almağa meyillidirlər. Başlayırlar dərmanın içlik vərəqəsini, instruksiya deyirlər də cəmiyyət arasında, açır oxuyur. Qeyd edim ki, onları oxumaq olmaz. Niyə? Çünki dərmanların instruksiyasında, içlik vərəqəsində müəyyən bir məlumatlar qeyd olunur ki, o sırf həkimlər üçün və yaxud da ki, milyonda bir pasiyentlərdə görülən hamısında yazılıb ki, qaraciyərə ziyandır. Ona görə gərək heç bir dərman içilməsin. Doktor, qaraciyərimi sıradan çıxardacaq, börəyimi sıradan çıxardacaq. Qeyd edərdim ki, əksər dərmanların hər bir qaraciyərdə detoksikasiya olur, zərərsizləşir. Bizim verdiyimiz dərmanlar da adi, baş ağrı, diş ağrı, belə deyək, təzyiq salıcı dərmanlar kimi olan dərmanlardır. Və bir də nəyə qeyd edərdim Günay xanım, qısaca olaraq. Pasiyentlərin bəzən zəng gəlir, dünən də bir pasiyentim yığıb ki, doktor, alkoqol istifadə etmişdim, bunu qeyd edim. Əgər siz bizim təyin etdiyimiz dərmanlarla yanaşı alkoqol və yaxud da narkotik maddələr istifadə edirsinizsə, dərmanların bədəndə parçalayan fermentlərin miqdarını artırmış olursunuz. Nəticədə biz dərmanı veririk müəyyən bir dozada, bu fermentlərin fəaliyyəti artır və dərmanın bədəndən atılması sürətlənir və nəticədə müalicənin effekti aşağı düşür. Yəni bu yol verilməzdir. Aytan xanım, sizinlə söhbətdən heç doymuram. Əslində bugün də doymadım. Növbəti həftə yenə sizi gözləyirəm. Dəyərli həkim psixiatrımız Aytan Namazova ilə əlaqə 050 377 54 22 099 377 54 22. ATV xəbərin 14:00 buraxılışından sonra davam edəcəyik.